Azərbaycan 2025-ci ildə 3-cü MDB oyunlarına ev sahibliyi edəcək. Oyunlar 28 sentyabr, 8 oktyabr tarixlərində əsasən Gəncə şəhərində keçiriləcək. Lakin yarışlar ölkənin 14 şəhərinə yayılacaq. Bu Azərbaycanın beynəlxalq idman tədbirlərini qəbul etməkdə növbəti mühüm addımıdır. MDB oyunları müstəqil dövlətlər birliyinə üzv ölkələr arasında dostluq və idman ruhunu gücləndirmək üçün təşkil olunur. İlk oyunlar 2021-ci ildə Rusiyada, ikinci isə 2023-cü ildə Belarusda keçirilib. Üçüncü oyunların ev sahibi kimi Azərbaycan həm idman infrastrukturunu, həm də təşkilatçılıq bacarığını nümayiş etdirmək imkanı əldə edəcək. Üçüncü MDB oyunları çərçivəsində yarışlar Gəncə ilə yanaşı Bakı, Sumqayıt, Şəki, Mingəçevir, Quba, Lənkəran, Şəmkir, Qəbələ və digər şəhərlərdə baş tutacaq. Hər bir şəhər müxtəlif idman növlərinə ev sahibliyi edəcək və bununla da bölgələrin iqtisadi və infrastruktur inkişafına töhfə veriləcək. Xüsusilə Gəncə şəhərindəki mövcud idman kompleksləri təmir olunacaq və yeni arenalar inşa ediləcək. Bakı və Sumqayıt kimi böyük şəhərlərdə yarışların keçirilməsi üçün müasir idman kompleksləri mövcuddur. Lakin regionlarda bəzi arenaların yenilənməsi və logistika problemlərinin həlli üçün əlavə işlər görülməlidir. Hökumət bu çərçivədə yeni yolların salınması, mehmanxana sektorunun gücləndirilməsi və idman infrastrukturlarının təkmilləşdirilməsi kimi tədbirlər həyata keçirməyi planlaşdırır. Azərbaycan bu tədbirə hazırdırmı? Bu cür beynəlxalq tədbirlərin təşkil olunması ciddi hazırlıq tələb edir. Azərbaycan 2015-ci ildə 1-ci Avropa oyunları, 2017-ci ildə 4-cü İslam həmrəyliyi oyunları və Formula 1 kimi böyük yarışlara ev sahibliyi etməklə təcrübəsini sübut edib. Lakin MDB oyunları daha çox şəhəri əhatə etdiyi üçün nəqliyyat, infrastruktur və qonaqpərvərlik sahələrində yeni çağırışlar meydana çıxır. Şəhərlərimiz idmançıları və turistləri qarşılamağa tam hazırdırmı? Mehmanxana və nəqliyyat infrastrukturu bu miqyasda tədbir üçün kifayət edəcəkmi? Yerli idman obyektləri beynəlxalq standartlara cavab verirmi? Yarışların idarə olunması və təhlükəsizlik tədbirləri necə təşkil ediləcək? Azarkeşlər və idman həvəskarları üçün necə bir mühit yaradılmalıdır? Oyunların Azərbaycana iqtisadi və sosial təsiri necə olacaq? Bu suallar oyunlara qədər həll olunmalı əsas məsələlər sırasındadır. Üçüncü MDB oyunları ölkəyə böyük sayda xarici idmançı və turist cəlb edəcək. Bu isə mehmanxana, nəqliyyat, ticarət və restoran sektorunun inkişafına töhfə verəcək. Xüsusilə regionlarda keçiriləcək yarışlar həmin bölgələrin turizm potensialını artırmaq üçün mühüm fürsətdir. Azərbaycan son illərdə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edib. Xüsusilə 2024-cü ildə Bakıda keçirilən COP29 iqlim sammitindən sonra MDB oyunlarının təşkili ölkənin qlobal arenadakı nüfuzunu daha da artıracaq. Bu tədbir idman turizminin inkişafına təkan verəcək. Regionların iqtisadi və sosial inkişafına müsbət təsir göstərəcək. Eyni zamanda idmanın populyarlaşdırılması və sağlam həyat tərzinin təşviqi baxımından da əhəmiyyətli rol oynayacaq. Bəs siz bu tədbir haqqında nə düşünürsünüz? Azərbaycan üçün MDB oyunlarının əhəmiyyəti barədə fikirlərinizi bizimlə bölüşün.